vardır şeiri ilə çıxışı müjdə edir. Bizdə mənim qızımdır bu aralar. Hamısı Allah köməklidir. Mənim şeirlərimi əzbərləməyə meyillidirlər. İndi hansı şeirimin adını çəkirəm, bir misrasını deyirəm, o qədər evdə demişəm o şeirləri ardına gətirirlər. İnanma bugün kitab günüdür, yəni müəllif hüquqları günüdür. O da elə onun öz şəxsi xatiri üçün yazdığım bir şeir var. Dünyada ən gözəl hədiyyə kitab. Yəni şeir kitabından söhbət edilir. Ümumiyyətlə dünyada mənim özüm üçün də ən gözəl hədiyyə kitab. Mənim maraqlı kitab hədiyyə edəndə mən onun üçün böyük hədiyyə hesab edirəm. Buyur Müjdə. İçində yazılıb ən gözəl sözlər, onu oxuduqca nurlanır gözlər. Ay dostlar, paylaşın bir daha sizlər, dünyada ən gözəl hədiyyə kitab. Odur gələcəyin yollarını açan, həm də bir günəşdir dünyaya saçan. Qoysun anlasın, mən bilən duyar, dünyada ən gözəl hədiyyə kitab. Vələdlər gəzirir bizə aləmi, bilikləri çox sevir, onu sevəni. Desinlər də verir sənə güvəni, dünyada ən gözəl hədiyyə kitab.